Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün sizlere Temu'dan aldığım bəzi məhsullar haqqında məlumat verəcəm. Hansılar yararlıdır, hansılar yararsızdır. İlk öncə oğluma belə bir çorap almışdım. İçərisində dınq-dınq səs çıxardan dəmir var. Yəni çox gözəldir. Kim istəsə övladına ala bilər. Daha sonra belə bir sep sifariş etmişdim. Mən bunu əslində sep kimi taxmayacağım, qolbaq kimi taxacağım. İçərisi rezindir. Yəni çox da gözəldir, xoşuma gəldi. Poladlı, paslanmayandı. Kim istəsə sifariş edə bilər. Daha sonra belə bir naşnik sifariş etmişdim. Düzdür, mahnıya qulaq asmağa, videolara baxmağa yarayır, amma kimlənsə telefonla danışmağa yararsızdır. Yəni səs çox zəif çıxır, qarşı tərəfə səs pis gedir. Yəni o cəhətdən almaq istəsəz məsləhət deyil, amma videolara, mahnılara qulaq asmaq üçün yararlıdır. Daha sonra kart qoymaqdan ötürü belə bir qab almışdım. Bu qab məncə çox yaxşıdır, rahat istifadə etməlidir. Kartı içine yığırsınız, aşağısındakı o bastığım hissəni basıb aşağı yuxarı edirsiniz. Kartlar özləri yuxarı qalxır. Yəni çox əlverişli bir şeydir, istifadəyə yararlıdır. Daha sonra belə bir kaşlak almışdım. Bunun da material çox gözəl çıxdı. Ağzı maqnit kimi bir-birinə yapışan bir şeydir, yəni dəmirdəndir. İstifadəyə yararlıdır, kim istəsə sifariş edə bilər. Daha sonra oğluma belə dizlik almışdım. İçərisində corabı da var, yəni tək deyil, ikilidir. Bir corabda, bir də dizlikdir. İnşallah böyüyəndə, daha doğrusu iməkləməyə başlayanda bunu da istifadə edəcək. Materialı yaxşıdır, pis deyil. Bu dizliklər biraz mənə şəkilləkindən balaca gəldi. Bilmirəm indi bu doğrudan balacadır, yoxsa görünüşü belə olur. İndi bunu istifadə edəndən sonra tam dəqiqliyindən balacadır, böyükdür. Yəni dizinə gəlib gəlməyəcəyim, bunu gələcək zamanlarda biləcəm. Daha sonra anama belə bir açıq almışdım. Məncə açıq da çox yaxşı çıxdı. Yəni görünüşü falan hər cəhətdən. Buna bir dənə də zəncir almışdım. Yəni zəncirlə bir yerdə çox gözəl görsənirdi. İnşallah bunu da birazdan sizlərə də göstərəcəm. Daha sonra anama belə bir burlok almışdım. Anamın yəni özünə görə düşüncəsi budur ki, fil hər zaman uğur gətirən bir şeydir. Açarının üzərində fil saxlayar. Özünün var idi, o qırıldı. Mən də bunu yenidən sifariş etdim. Bu bir başqasıdır. Yəni kim istəsə düşüncəsi əgər elədirsə, filin uğur gətirdiyinə inananlar varsa, alıb istifadə edə bilər. Daha sonra oğluma belə bir önlük almışdım. Bu da silikon kimi bir şeydir, yəni rezindir. Pis deyil, yəni nəyə görə pis deyil? Yemək falan yedizdirəndə qarşısındakı o qatlalanan yerə tökülür, kim istəsə ala bilər. Yəni parça önlüklərdənsə bu rezin, bir də o fırfışa kimi önlüklər daha yaxşıdır. Rahat yemək yedizdirmək olur, üzərinə töküləndə silmək olur. Amma parçalar indi yemək yeməyə başladığı müddət ərzində ləkə qalır. Nə qədər yuyursan ləkə getmir, üzərində qalır. Məcbursan ki, kimyəvi bir şeylərdən istifadə edəsən. Mən də körpənin paltarına kimyəvi şeylər vurmaq xoşlamadığıma görə məncə bunlar daha yaxşıdır, çox rahatdır. Daha sonra anama qapaq açmaqdan ötürü belə bir məhsul almışdım. Düzdür, biraz işlətmək çətindir. Yəni qapağın ağzını tutuzduranda yaxşı tutuzdurmayanda qaçır. Yəni götürüb ağzını aça bilmir, amma bütün açılmayan nə qədər qapaq varsa, bu çox rahatlıqla açır. Sadəcə olaraq rahat tutuzdurmaq lazımdır. Kim yəni almaq istəsə ala bilər. Daha sonra anamın açqısına belə bir zəncir almışdım, bayaq dediyim kimi. Yəni zəncirdən bir yerdə çox gözəl görsəndi, klassik görsənir. Yəni anam da kokoş olduğu üçün ona da çox gözəl yaraşdı. Yəni bu tipli açqı və yaxud da zəncir sevənlər varsa sifariş edə bilər. Daha sonra oğlumu rahat cimizdirə bilməkdən ötürü vanna içərisində oturacaq almışdım. Bunu düzdür, hələ tam istifadə etməmişəm. Aldığımız vannalar biraz buna uyğun gəlmədi. İndi buna uyğun vanna alacağıq ki, qıraqların keçirtmək rahat olsun. Belə biraz uzundur, uzunluğunu qatlayıb istifadə etmək olur. Yəni körpəni içərisinə uzadıb rahatlığına çimizdirmək olur. Yəni əldə tutub çimizdirməkdənsə məncə bu daha əlverişlidir. Daha sonra oğluma belə bir aylara uyğun parça almışdım. Yəni bir ayında, 2 ayında, 3 ayında şəkillərini çəkməkdən ötürü. Məncə fərqli konseptlər eləyəndə çox şirin görsənir. Mən oğlumun hər ayın fərqli bir şey eləyirəm. Məncə siz də alıb, düzdür, fərqlər də var. Necə bir şey sizə sifariş edə bilərsiniz. Alıb yəni rahatlıqla övladınızın şəkillərini maraqlı eləyə bilərsiniz. Daha sonra anama bir dənə də burlak almışdım. Bu da əqrəbdir. Anamın çox xoşuna gəldi. Yəni kimin
bürcə əqrəbdirsə və yaxud da əqrəbdən xoşu gəlirsə, rahatlıqla alıb istifadə edə bilər. Daha sonra oğluma belə bir oyuncaq almışdım. Gördüyünüz kimi oyuncağın içərisindəki o şəkilli yeri içəri batmış, əzilmiş formada gəlmişdi. Bunu indi istəsəm geri qaytarma edə bilərəm. Cüzi bir şey olduğuna görə geri qaytarma etmirəm. Onu özüm düzəldib oğluma istifadəyə verəcəm gələcək zamanlarda. Yəni pis gəlmədi, yaxşıdır. Daha sonra oğluma belə bir papaq sifariş etmişdim. Bunu da hardasa 3-4 yaşlarında istifadə edəcək. Papaq yəni çox gözəl gəldi, xoşuma gəldi. Həm rəngi, həm forması, üzərindəki dinosu, yəni çox xoşuma gəldi. Oğluma aldığım şeylərə daha çox dino olmağa üstünlük verirəm. Bir də astronot tipli şeylər almağa çalışıram. Yəni maraqlı bir şeydir. Kim istəsə sifariş edə bilər. Bugünlük videomuz bu qədər. Ümid edirəm hər kəsə faydalı olar. Sağ olun.